Bu konflikti necə düzgün idarə edə bilərlər? Deyim ki, hər hansısa bir səbəb var və bu bunları narahat eləyir və danışıblar da, müzakirə olunub, amma ortaq məxrəcə gəlinməyib. Çünki danışığın da daha sonra tərəflərin bir-birini qəbul etməməsi onun özü də danışığın özü də konfliktə gedib çıxa bilər. Hətta münaqişəyə qədər gedib çıxa bilər. Tərəflər orada ayrılmalıdır. Təzədən müzakirə olmalı. Çünki bizim özümüzdə bu belə olur, mən oradan bilirəm. Baxıram ki, əvvəl danışmağa cəhd edirik, danışırıq, danışıq başqa yerə gedir. Konfliktə çevriləndə deyirəm ki, okey, qalsın, gəl biz bunu daha sonra müzakirə edərik. İndi bəlkə vaxtı deyil. Mən səhv edirəm, yoxsa düz edirəm. Ümumiyyətlə bu necə olmalıdır? Baxın, sizə belə bir şey deyim. İstənilən məsələni o başlatdığınız ilk cümlə o qədər önəmlidir ki, konfliktdə xüsusilə də. Yəni məsələn bir məsələ var. Kimsə onsuz da düşünmürəm ki, sağlam psixologiya insan qoy bu gün gəlin bir dənə dava salım demir də, düzdür? Yəni istəyir ki, özünü ifadə eləsin, amma ilk cümlədən elə bir bomba atır ki, ortaya tərəflər başlayırlar. Çünki o bütün günü yığıb yığdığını bir anda çıxartmaq istəyir ki, sən belə eləmisən. O ilk cümlə çox önəmlidir. Siz məsələn istənilən bir mövzuya ilk cümləni necə girdinizsə, konfliktin böyük ehtimal ki, sonrakı o gedişatı onunla bəlli olur. Məsələn, bu çox bəsit bir nümunə. Siz yığmısınız, əsəbləşmisiniz. Gəlirsiniz, deyirsiniz ki, tutaq ki, deyirəm, getmişik dünən anamız gilən, məsələn, mən və yoldaşım. Orada tutaq ki, qaynanam mənə bir söz dedi, mən də orada gözlədim ki, yoldaşım mənim tərəfimi tutsun, amma tutmadı da, olmadı. Gəldim evə, ilk cümləm belədir ki, sən elə onsuz da həmişə beləsən, sən mənim tərəfimi tutmadın, sən elə, sən belə. Danışdım, amma yəni burada haqlıyam əslində. Məsələn, orada gözləyirdim partnyordan dəstək. Amma mən o ki girişi etdim, baxın, girişi etdim. Sən həmişə beləsən. Hə, sən eləsən, sən onsuz da mənə dəyər vermirsən. Yəni qarşıya hücum etdim. Və avtomatik bu şəkildə, baxın, istər qadın, istər kişi bizim qarşımızda olsun. Biz bu şəkildə gəliriksə, qarşıdakı adam ya avtomatik şəkildə müdafiəyə keçir. O heç vaxt məsələn sizdən qayıdıb üzr istəməyəcək, çünki orada avtomatik özünü müdafiə etməlidir. Bu birincidir. Bir də ki, indi burada bir balaca qadın-kişi beyni fərqləri də var. Nə istəyirsinizsə ondan da bir balaca danışım, elə oradan daha yaxşı başa düşərik bəlkə. Çünki baxın, tipik, yəni konfliktlərdə bizdə insanlar adətən aşağı-yuxarı standart reaksiyalar verir. Konflikt var. Hücum elə, sənə hücum var, sən də hücum elə. Yayın, düzdür? Məsələn, insanlar var, danışırsınız, deyirsiniz ki, yaxşı sonra danışaraq çıxır gedir. Görürsünüz ki, girmək istəmədi konfliktə. Bəzilər də donur qalır, düzdür? Yəni görürsünüz, siz danışırsınız, belə baxır, reaksiya yoxdur. Adətən insanlar bax bu tipik reaksiyalar verir. Kişilərdə də məsələn, xüsusən burada bir balaca bir ayrım var qadın və kişi arasında. Çünki biz qadınlar sevirik ki, danışaq, deyirik ki, danışaq, həll eləyək də, yəni. Məsələn, kişi icazə versə, sizə belə oturub diqqətlə baxsa ki, danışıb elə öz-özümüzə də əsəbimiz də soyuyacaq, heç o məsələ də unudulacaq, gedəcək, çox güman ki. Çünki danışdıqca qadın rahatlayır, rahatladıqca qadının oksitosin hormonu artır, yəni o belə sevgi, şəfqət. Söhbətin sonunda bir də baxırsınız ki, qadın artıq gülə də bilər hətta. Kişiyə təbii ki, icazə versək ki, orada qadın danışsın, o da dinləsin onu. Amma bir var ki, məsəl üçün, qadın o söhbətə başladı, nə baş verdi? Məsələn, qadın dedi ki, sən onsuz da həmişə belə edirsən, həmişə belədir, gedirik, nə bilim, həmişə mən inciyirəm, həmişə mən dəyərsiz oluram. İndi kişinin verməsi gerəkən reaksiyalar ya hücuma keçməlidir, o da özünü müdafiə etməlidir, ya qadınların nədir? Ən yaralı yeri deyir ki, mən problem var, deyirəm gəl danışaq, kişi telefonla oynayır. Mən deyirəm gəl söhbət elə, o deyir ki, sonra danışarıq, mən dostlarımla görüşürəm, məsələn. Əhəmiyyətli baxmırlar. Hə, qadın deyir ki, mən onda burada dəyərsiz hiss edirəm də, yəni mənim üçün əhəmiyyətli. Amma orada başqa bir şey də baş verir əslində. Tamam, bir girişi dedik ki, necə girirsinizsə söhbətə, çox güman ki, elə davam edəcək. Amma bir də başqa bir məsələ var, bunu hətta araşdırmalar da göstərir. Gottman İnstitutu var, onların çox gözəl araşdırmaları var, sevgi və münasibətlərlə bağlı, real cütlüklərin üstündən, laboratoriya şəraitində, yəni bütün bu araşdırmaları edirlər. Hətta orada da göstərir ki, konflikt zamanı, baxın, kişinin adrenalini, stres hormonu artır. Hətta konflikt dediyim, yəni o ilk cümlə ki var, sən bunu etdin, məsələn, o cümlə ilə belə. Yenə də sən belə eləmisən. Adrenalini anında artır. Adrenalin artdığı üçün, baxın, belə fikirləşin. Beyinə bir siqnal gedir ki, təhlükə var. Təhlükə varsa, tipik reaksiyalar nə idi? Qaç,
kənarlaş, hansı ki telefona baxır, yayınır, dostu ilə görüşür, çıxır acil, nə bilim, hamama girmək istəyir, bir şey etmək istəyir. Ya hücuma keçəcək, o da çünki artıq qarşısındakı hücuma keçirdi ya, məsələn bir şey gəldi, o da özünü müdafiəyə keçəcək orada anında və yaxud da ki belə susur, görürsüz ki, yəni sanki danışırsınız, söz keçmir də, yəni sanki bağladı özünü həmin anda.